Küçələr hamısı bardan, klubdan ibarətdir. Okay, 6-7 dollarlıq tur uşaqlar bizə 30 dollara sıramaq istəyir. Bu gördüyünüz sarayda 1860-cı ildə tikilib. Hello. What how much? Gəlib çatmışıq uşaqlar. İnşallah bir problem çıxmaz. City Center. Oh, City Center. Okay, so 8 dollara buradan tuk-tukla gedəcəyik şəhərin mərkəzinə. Avtobusla bura 1 dollardır gəlmək. Qaqa, burada maşın sürmək həqiqətən çox təhlükəlidir. No. Telefonu deyir çıxardıb çöldə çəkmə. Əlindən alıb qaçarlar. Şəhərin mərkəzinə gəlib çatmışıq. Bu nədir, qaqa? Left. Ola, şəhər alışıb yanır. İlk günümüzə start verdik şəhərdə. İlk gəzintimizə start verdik. Bura Asiya ölkələrində dediyimiz kimi gecə bazarı çox məşhurdur. Test locha. You can test locha. Yeah. Like picnic. Thank you. Böyle Sərncanı atmosferə baxın. Yemək sifarişləmişik. 2 dollar yarıma. Bizim pulla arası yenə də 4 manat, 5 manat pul tutur. Həqiqətən çox ləzzət elədi. Yemək ya düyüdür, ya xamır yeməklərdir, ya tərəvəzdir, yumurtadır. Yəni tanıdığımız yeməklərdir, yeyirik. Mekong çayıdır. Arxa tərəfdə şəhərin içərisindən axıb keçən Mekong çayı. Hansı ki biz bunu Laos'da olanda demişdik. 5 ölkəni kəsib keçən bir çaydır. Asiyada, yəni Cənub-Şərqi Asiyada ən böyük, ən uzun çaylardan biridir. Bu balaca gəmilər ki var burada. Bunlarla burada tur eləmək olar. 6 dollara, 7 dollara burada çayda gəzinti etmək olur. Merhaba kardeşim. Merhaba. Sağ ol. İyisin değil mi? Özbək, Türkmen. Siz də abim, siz də. Sağ ol, aleyküm salam. Şəhərin mərkəzində amma ara küçələri görsən ki, qaranlıq. What you selling? No drink? Nədir ala, bildirəcəm. Burada hər şey var. Ispalıya baxın, ıspalı. Burada böyle ötəsin. İstəyəm, çəkəndə istəyəm. Burada riski kameramızı əlimizdən alıb qaça da bilərlər. Ona görə də ehtiyatla sağa sola da baxmaq lazımdır. Heç kəsə etibar yox. Sonra çəkdiyimiz hamısı gedər heçə. Hello sir. Orange 1 kilo $2. Sağda qızlara baxın. Burada həqiqətən də gecə həyatı dəhşətdir. Hello. Çəkən kimi özümə tərəf çevirirəm. Küçələr hamısı bardan, klubdan ibarətdir. It's cold? Yeah. Kameranı görən kimi tutuyor, səslərini kəsirlər, üzlərini də çevirirlər o tərəfə. Bizim pulla 3 manata yaxın pul vermiş. Avokado şirəsi. Nəysə uşaqlar, gedəyin yatağın səhər yenidən şəhərə çıxarıq. Gec də. Hostel sifariş eləmişdik. Şəhərin mərkəzindədir. O qədər gözəl bir hosteldir ki, göstərəcəm sizə. Çayın düz kənarında, Mekong çayının. 7 mərtəbəli elə bir yerdir. Hələ bura baxın. Hovuzu. Breakfast? Şəhər yeməyi seçirik bunu. Okay.
da Kambocanın günüz vaxtı. Kambocanın da ilk tarixi Hinduizmə gedib çıxır. Bir zamanlar bu torpaqlar Hindistanın, daha sonra Tayland buranı işğal edib. Taylandın o vaxtki adı Siam dövlətinin bir hissəsi olub. Sonra isə bu ərazidə fransızlar hegemonluq edib. Və 2-ci Dünya müharibəsi zamanı Yaponiya tərəfindən işğal edilir. Sonra ölkədə vətəndaş müharibəsi başlayır. Hansı ki Amerika-Vyetnam müharibəsi dövründə bu ərazidə, bu torpaqlarda çox insanlar həyatını itirib, çox insanlar qətl edilib və o dövrdə də ölkədə hakimiyyətə gələn qırmızı ximerlər demək olar ki 1 milyondan çox insanın soyqırımına səbəb olurlar. Kamboca belə, bu da çox çeşməkeşli dövlətdir. 18 milyondan çox əhalisi var. Hal-hazırda biz paytaxt Phnom Penhdəyik. Bu şəhərin də nüfuzu, əhalisi 4 milyona yaxındır. Yollar təmizləyirlər. Clock nào tua clock về sơ thi là 6-7 dollarlıq tur uşaqlar bizə 30 dollara sıramaq istəyir. Və sonunda gəldik Grand Palace'ın yanına, yəni Kral Sarayının yanına gəlmişik. 1 hour half Hə. 20. $20. Yeah. Thank you sir. Yenə bazarlıq eləyib mənə soxuşdurmaq istəyirlər turları. Katerlərlə gəzməyə mənə əvvəlki 30 dollar dedi, bu 20 dollar dedi. Deyirəm 6-7 dollara mən bunu internetdə sifariş edə bilərəm də. Yəni qiymət belədir. 10 dollar verirəm sənə. Sənin xətrin üçün. Deyir yox. Saray saat 2-də açılacaq. 2-dən 5-ə kimi. Günorta bağlı olur. İçəri girmək üçün də uşaqlar deməli paltar lazım, uzun qol. Eyni dizaynda, memarlıqda tikilən yerlərdir. Hamısı sarı. Yəni, çox görmüşük biz artıq bu zonada, bu regionda belə tikilləri. Sadəcə sizə göstərirəm qarşısı belədir. Yəni buradan içəri girib içəri ilə də tanış ola bilərsiniz. 6-7 dollara, 10 dollara qiymətlər fərqlidir. Alıb içəri keçə bilərsiniz. 10 manata, 15 manata içəri ilə tanış olmaq olar. Bu gördüyünüz sarayda 1860-cı ildə tikilib. Hello. Photo how much? Photo. Belə. Çay çox çirklidir, hədsiz.